Yavrum. Araş. Ha. Deyunuz? Ata yox ada elə danışma da. Hər nədən başı çıxıyor bunun. Tağıl eləmə, tağıl eləmə. Ne bir konu? Mehtad canı çox tizdir ya bu, havasın olsun ha, sütü verməyəsən. Göz yərməyi desin, yaxçı. Hesap demiyoruz. Hesap demiyoruz. Senin adın Araş'tı. Senin adın Mehtad. Ver. Yes. Yine hesap demiyoruz. Hesap demiyoruz. Siz Boğam yoldaşsınız. Bas Boğam kardeşsiniz. İhtimalen hem kardeş ve hem yoldaşsınız. Siz Boğam kanunsunuz. Ne gördün? Hop. Siz neye söyle gelipsiz bura? Hakim, bizim bir tane gəncimiz var. O gəncin... Avvalinde düz, ben ahırın tuttum. Ay sana. Şüz olmasın. Derdüzü diyoruz həkimə, həkim desin cinlərine. Bəli. Qabl az hər çiz, mən gərək sizi izole edəyəm. Yalnız bu suları için cəhdə su idi. Ki qorxmayasınız. Lobda içsin, top ne konu? Səsələmə, iç, həkimə etimad elə. Sağ ol. Sen həkim vəzə varın deyil. Səsələmə. Hop, amadasınız. Ver. Can, hoş buldun Niyazi. Səsələmə. Tamam, koyma birbirine. Hadi bana. Bundan olur bey. Biraz icazə verir. Nasıl? Dayan. Yekə bir dənə cancina var. Bu cancinanın üstündə yekə bir cin var. Gördüğümü bileyim de. Nigaran olmuyorsun. Öz şimdi. Məndən cinlərimin işi yok. Aslan nigaran olmuyorsun. Sağ ol. Düzəldəcəyəm. Gedəcəyəm. Sənə qurban. Məqama gedəcəyəm. Gördün sənə dedi. Babam ya. Sen satmıyorum. Sen olamıyorum. Pısarım. Pəs, həkimcan, biz icazıyla gediyoruz da, təşrif gətirərsiniz də. Gedəksiniz, arçan ki özüm bilirəm. Amma mənə zaman məkanı verir. Ay sağ ol, gecə təşrif gətirərsiniz, adresi yazmışam burada. Gecə mən gələm bu adresa, sizin işiniz olmasın. Xiyal rahatına. Sizə qurban. Sağ olasınız. Verin, Efendim. Buyurun həkim, buyurun. Efendim. Buranın fazlası çok səngindir. Bəli. Məni Fazıl abiyi də yaman ağırdı. Fazıl abi ki şəhri götürüb gedək. Buranın cəbbi səngindir. Orada bir mavzudatı var. Siz qabağa buyurun. Oy, səs eləmiyoruz. Buranın cəbbi çox səngindir. Belimi sındırır. Teydatları çoxdur. Neyniyək həkim? Saat, qorxma, məndə bir dənə bir şey var. Bunların hamısını həll eləyər. Harada diyor? Dayan, gətir.
gətirmişəm. O şeydən. Oxuyayım sonra. میخوام جزم چهار زنی واسن گویا واسن چمبری اونی بگو زمینی واسن ولش کن Kim neyin yapıp nasıl kaldırlara kadar? یه کاری بکن دارم میکنم Tez bakın. زودتر بکن اونو نمیسونم گذاشت چیم بگال میزه فودش بکن Neynədir Məhdad? Ben sizi belə nəkərdim. Mən də tapanmadım. Çıkar kanı. Neynəyək? Oğlum gümüş əmniysə o mərdəşdir. Elə mən biliyəm onun işidir ya. Sarı qadar nəymədi bu deyil, xod etəm deyil. Elə mən də o fikir edirəm. Kəsafət mərdəşdir bu. Elə həkimi çağıraq. Həkim! Ne oldu? Bir şey tapabildiniz ya. Nə var, sizi belə nəkərdim. Baba, vaxta yoxdur. Sübazanın az qalay. Ziqə vaxtı. Dünya çıxaq ki. Nədir, nə olub sizə, nə olub? Ha? Xarəş, rəmmaləm ol. Görürsən, ağa da mən yoxam da bir qaziyyədə. Baba məsxərə nəkun xodata, ben bəriş darıyım Xarəş. Özüm yoxam, xeyri yoxdur bu şey. Yəni ki. Evi satarsınız, axırda mənə bir şey zat edərsiniz. Mən qorxuyam. Ağaç kimi tərsi axı? Mənim yiyən Tom koşuş onu. Görürsən, rəmmal deyildi, gümüş də tapılmıyor. Ağır eləsin diyor. Bilirsən nə var? Şey. Sən çıxartdın da mənə elə özüm bir şey verərsən. Verirsən, verməsən. Evdən bir şey verərsən, mən istəmirəm. Xarəş, yeləsi baysta. Xarəş. Baba yeləsi baysta. Ya Cel من اینجا میزنه یا من آخرسان رو پیدا میکنم اینجا که نگاه نکنم اینجا نگاه کنم شاید این برا باشه پیداش کردم Salam mənim balam. Mən bilirdim sən muvaffaq olacaqsan. O gənci də tapacaqsan. O gənc sizin yanınızda idi. Amma siz onu görmədiniz. O sizin zehniniz və təfəkkürünüzdür. Hər kəs fikr eləsə zindgidə, hər nə istəsə, təfəkkürlə ona çatacaq, muvaffaq da olacaq. O da ki sizi qorxutuyor da, ruh döydü, gümüş idi. Mən ondan istəmişdim. Görəm elə kim təlaş eləyir, kim istəyir zindgidə muvaffaq ola. Və o ki istəyir ona çata. Mən nə mənə pulum var, hamısını verdim xeyriyyəyə. Verdim kasıblara kömək eləsin, Allaha xatir. Bir dənə ev qalayım məndən. Onu da vermişəm gümüşə. Gümüş ta zamanı ki oradadır, evlənməyibdir, getməyibdir, onu satmağa haqqınız yoxdur. Gümüş ki getdi, evləndi, onu satarsınız, özünüzə bir iş görərsiniz. Sizin dədə öz məşəsir verir. Vay vay
سلام جوش. سلام نقره. چطوری؟ خوبه. همش کار تو بوده؟ بله. ولی به سفارش ثروتمو. چرا مثلا؟ من تقصیر ندارم. بسم الله الرحمن الرحیم. یعنی هیچی به هیچی نذاشت؟ فقط یه وصیت؟ من اطلاعی ندارم. خدا رحمتش کنه.